Hörmətli müraciətçilər, bu video Azərbaycan İdman Akademiyasına təhsil almaq üçün müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə elektron ərizənin doldurulmasında kömək məqsədi daşıyır. İlk olaraq, müvafiq axtarış sistemində Portal Edu.az yazaraq axtarış verirsiniz. Axtarışın nəticəsində açılan Portal Edu.az saytına daxil olursunuz. Açılan ekranda vətəndaşlığınıza uyğun olaraq daxil olma üsulunu seçirsiniz. İlk dəfə müraciət edirsinizsə, qeydiyyat bölməsinə keçməlisiniz. Vətəndaşlıq formasını seçib növbəti addıma keçirsiniz. Sənədinizin seriya və nömrəsini, ad, soyad və ata adını müvafiq xanalarda qeyd edir, doğum tarixi və vətəndaşlığınız olan ölkəni seçərək davam edirsiniz. Qeydiyyat hesabınızı mobil nömrə və ya elektron poçt ünvanına göndərilən kod vasitəsilə təsdiqləyirsiniz. Növbəti addımda elektron poçt və şifrə təyin edərək qeydiyyatınızı tamamlayırsınız. Eyni mobil nömrə ilə ikinci şəxs qeydiyyatdan keçə bilməz. Qeydiyyatı tamamladıqdan sonra əsas səhifəyə keçid edərək elektron poçt və şifrəni yazıb davam edirsiniz. Açılan xidmətlərdən ali və orta ixtisas pilləsinə təhsil alan qeydiyyatı bölməsinə keçid edirsiniz. Sol tərəfdə yerləşən müraciət et bölməsindən yeni müraciət et düyməsinə klikləyirsiniz. Açılan ekranda qəbul xəttini seçməyiniz tələb olunur. Fərdi qaydada müraciət edən əcnəbi vətəndaşlar şəxsi vəsait hesabına seçməlidir. Növbəti mərhələdə tələb olunan şəxsi məlumatlarınızı qeyd edirsiniz. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi haqqında verilən suala cavab verərək təqdim olunan qeydi diqqətlə oxuyursunuz. Zəruri hallarda əlaqə saxlanılması üçün ad, soyad və əlaqə vasitələrini qeyd edirsiniz. Açılan ekranda qəbul məlumatlarınızı müvafiq qaydada seçməyiniz xahiş olunur. İlk olaraq, müvafiq dil üzrə hazırlıq kursunda təhsil almaq istəyirsinizsə, qeyd olunan suala bəli seçə bilərsiniz. Təhsil müəssisəsini və təhsil almaq istədiyiniz ixtisas məlumatlarınızı seçirsiniz. Əvvəlki təhsil aldığınız müəssisənin adını qeyd edir, Azərbaycanda təhsil haqqında suala cavab verdikdən sonra tələb olunan sənədlərin yüklənməsi bölməsinə keçid edirsiniz. İlk olaraq qeydiyyatdan keçdiyiniz sənədin rəngli skan olunmuş versiyasını yükləyirsiniz. Sənədin etibarlılıq tarixi 6 aydan az olmamalıdır. Daha sonra müvafiq bölmələrə qeyd olunan sənədləri yükləməyiniz xahiş olunur. GİCS, hepatit B və C viruslarının daşıyıcısı olmamaq haqqında sağlamlıq arayışı, əvvəlki təhsil haqqında sənəd və onun əlavəsi, əvvəlki təhsil haqqında sənədin və əlavəsinin apostil edilmiş versiyaları, əvvəlki təhsil haqqında sənədin və əlavəsinin apostil edilmiş versiyasının Azərbaycan dilinə tərcümə və notariat qaydasında təsdiq olunmuş sürəti, tədris dili haqqında və ixtisas üzrə sertifikatlarınız olduqda onları tədris dili barədə və digər bölmələrinə yükləyə bilərsiniz. Elektron ərizəni yadda saxlayaraq müraciət et düyməsinə klikləyirsiniz. Yadda saxlanılmış ərizələr göndərilmiş hesab edilmir. Qeyd olunan məlumatları bir daha təsdiqləyib müraciəti tamamlayırsınız. Sizə müraciətinizdə uğurlar arzu edirik.